Selamünaleyküm dostlar. Bu günləri yepyeni bir həm One Man Squad, həm də Energizer'ın hassasiyyəti ilə oynadığımız bir video ilə qarşınızdayım. Etkinlik alanında gördüyünüz kimi hamıdan tez bir şəkildə yenə də enişimizi etdik. Mən deyirəm bu səs gəlir, adam öz oradadır. Hassasiyyət keçən videoda olduğu kimi videonun sonunda göstəriləcək. Oynama ya sen. Sen qəti oynama. Canımızı falan doldurduk. UMP'ni götürək. Adam gördüm. Yok. Ben bu taraftan oynasam necə olacaq sizə? Oy, qəşəng birini bayıltdıq. İkincisi də bayıldı. Əla. 1, 2 nəfər burada. 2, 3. Belə şey yoxdur da yəni ki. Nə ləzzət alırsınız ya ondan? Mən baymışam səni. Qal yanımda bitirim də. Sen bir dənə bayıl. Yeri getdi buradan. Adama HS bad atmışam, hələ mənə göstərir. 2 nəfər bir nəfərin üstünə çıxmağa necə qorxurlar abi. Oyunçuluq deyil bu. Demirəm ki rush atmayın. Rush atın. Rush atmayın nə deyir? Demirəm ki rush atın. Prosto normal bir səlis oyununuzu oynayın da. Bu pusmaq nə deyir? Nə qədər pusacaqsınız? Ürəyim sıxılır şu moddan mənim. Gedək tez ortanı açaq, çıxaq buradan. Və içərini təmizlədik. Silahlarımızı götürdük. Silahlarımızı deyəndə yəni bir dənə P90 götürdük onsuz da. Etkinlik alanına doğru gedirik. Sözün artıq heç iç açıcı deyil oraya düşmək mənim nəzdimdə. Amma düşürəm də. Səni qaldırmağa imkan verməyəcəm axı özümə. O bir nəfər də özünü mən səhv görmədimsə içəri tulladı. Səhv görmüşəm deyəsən yoxsa yox? Okey, sen yeri bildik. Bunlar bir şey temizledik.
Adam sayı çox az qaldı deyə sadəcə olaraq. Bismillah. Necə düşmür ya o adam bombaya? Bu çox pis oldu ya. Hop, qaçdım. O necə qurtardım özümü oradan. Mən onun adam olduğunu tərpənən vaxtı anladım. Ona da gecikdi. 1 və 4. Okey, bura təmizləndi. Buranın təmizlənməyə əla oldu. İndi biz nə edək? Zınqırovu alaq əlimizə. Bombanı götür yerdən. Buna görə bir dənə ölməyim, bir dənə dön, bir dənə dön. Məcburiyyət buydu da, yəni şimdi bu dəqiqə kafanı bura vurmaqdır. 4 girməliyəm ora, bir dəqiqə. Bir dənə kaskeden yenileyim. 1, 2, 3. Amma hələ də 4-cünün yerini bilmirik. Oy, 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 oy. Çox qəşəng gözlədik, vurduq, təmizlədik, dağıtdıq. Roskol, Azərbaycanlılar Roskol vurdular, məni içəridə vuran idi. Məncə yəni uzağa spreyi yoxladım deyəsən, səhv eləmirəmsə, yoxlamadımsa. Yəni çox ideal bir hassasiyyət, yəni ip kimi yoxlayam. Burada adamlar var idi, bunlar göstərsəydilər, qəşəng uzaq fight atardım bunlarla, göstərmədilər. Məcburiyyət qarşısında beləncə oynadıq. Gözəl bir videomuzun daha sonuna gəldik. Yox, hələ sonuna gəlməmişik. Çıxaq lobidə hassasiyyətimizi də göstərək, ondan sonra videonu sonlandıraq. Və dostlar, çıxdıq lobiyə, giririk hassasiyyətlərimizə və gördüyünüz kimi hassasiyyətlər lensdə, yəni kamera hassasiyyətimiz bu şəkildədir. Bunu videonu dayandıraraktan bir baxa da bilərsiniz. Bu şəkildədir, yəni 101, 100, 110, 51. Jiroskopa da keçidimizi eləyəndə 300, 400, 335, yəni belə gözəl gördüyünüz kimi 3x-dən dəhşət dərəcədə ip kimi gedirdi spreyimiz. İndi adamlarla o qədər uzaq fight atmasaq da, amma yəni spreyimiz çox əla idi da, yəni oyun sonu yoxlayanda. Jiroskop hassasiyyətimiz də beləncədir, 287-də 2x-i istifadə eləmirik zaten. Yəni mən heç çalışdığım qədər buradan skopları sıfırlamışam, bir dənə 4x, bir dənə 3x qalıbdır. Yəni avtomatik olaraq götürürsün. Buradan gördüyünüz kimi heç otomatik dürbün toplamanı bağlamışam. Yəni özüm əllə götürürəm dürbünləri, çünki 2x falan götürür yerdən, ona görə məcburiyyətdən onu bağlamışam. Hassasiyyətlərimiz bu şəkildə idi, gördüyünüz kimi. Hiylə kimi hassasiyyətlər qarşınızdadır. Videonu yavaşladıb götürə bilərsiniz. Amma yəni tövsiyəm öz əl ayarınıza uyğun hassasiyyətləri yığmaqdan yanadır. Yəni də belə hassasiyyətlərlə oynamaq istəyirsinizsə, öz istəyinizə uyğundur. Bir videomuzun daha sonuna gəldik deyirəm. Belə videoların davamlı olmağını istəyirsinizsə, yorumlarda bildirin. Məzarcının, Dohun və yaxud Ersin Yekin emülatordur, amma yəni yoxlamaq olar onun hassasiyyətində bəlkə də, bilmirəm. Tapmaq olar bəlkə hardansa. Yorumlarda bildirsəz, həmən yorumlara uyğun hərəkət eləyib videoları çəkəcəyik. Bir videomuzun daha sonuna gəldik. Videonu bəyəndinizsə bəyənməyi, kanala abunə olmağı unutmayın deyirəm. Gələn videolarda görüşmək üzrə. Bye, bye, bye.